Herkese salamlar. Gəlin bugün hisslərimizi ignor etmək haqqında danışaq. Bəlkə bir cümləni eşitmisiniz. Ölmək qorxusu bərabərdir yaşamaq qorxusuna. Və bu həqiqətən belədir. Amma mən bu cümləni davam etsəm, əlavə eləyərdim ki, ölmək qorxusu bərabərdir yaşamaq qorxusuna, yaşamaq qorxusu isə bərabərdir hiss etmək qorxusuna. Mən bu mövzunu məncə onsuz da bütün videolarımda, Instagram paylaşımlarımda bir növ daima qaldırıram. Amma bugün özəlliklə ayrı bir video həsr etmək istədim buna. Çünki məncə məhz bu mövzudur, hansı ki çox insana həyatı dolu, özünə məxsus və tətmin yaşamaqdan geri salır. Bəlli bir səbəblərdən hər kəsdə bu fərqli ola bilər. Məsələn, bir insan hisslərini dondurub. Hissləri var, hamımızın hissləri var və biz dərinə gedək rubrikasında, ikinci buraxılışında niyə hisslərimizi ignor edirik, bu barədə çox ətraflı danışmışıq, istəsəniz baxarsınız. Hisslər ignor olunur, sanki belə zibil kimi lazımsız bir şeydir. Hətta o dərəcəyə gəlir çıxır ki, bəzən insan unudur belə ki, hissləri var, hisslər dünyası var. Və biz o hala gələndə adətən çox kobud ola bilirik, quru ola bilirik, qəddar ola bilirik və ən əsası da əlbəttə ki, empatiya hissimiz sıfıra olur, sıfıra enir. İnsan hisslərini söndürmüş olanda özünü çox güclü hiss edir. Çünki hisslər bizi insan kimi hiss elətdirir. İnsan isə çox canlı birisi olduğuna görə hər bir emosiya yaşaya bilir və bizim emosiyalarımız, hisslərimiz bir növ o alışdığımız, hissiyatsız olan ideal obrazımızın direkt olaraq düşmənidir, nömrə bir düşmənidir. Çünki emosiyalarımız bizi ələ verir. İnsan nə qədər olur, məsəl üçün dili ilə sanki bir şey deyə bilər, amma onun emosional tonu başqa cürə səslənir. Biz insanları emosional tonundan, emosiyalarından daha çox anlayırıq, hiss edirik. Çünki hamımız bir yerlərdə canavarıq, heyvanlıq, düz deyilmi? Amma o hissə qapandısa, mən özümü güclü hiss edirəm. Niyə? Çünki məni heç nə incitmir. Bəli, mən bir növ o hissləri, necə deyirlər, o kranı belə suyu o pişidən bağlayırıq. Belə çox da sevinə də bilmirəm. Sevə də bilmirəm o qədər də. Bağlana da bilmirəm. Kimsə üçün darıxmıram da. Amma canım da incimir. Ən əsas məqam da odur. Canım incimir. Canım incimir deyə mən özümü bir növ robot kimi hiss eləyirəm, amma bunu anlamıram. Amma bilirəm ki, yəni mən özümə güclü gəlirəm. Və hisslər mənim üçün bir növ yuxarıdan aşağı baxdığım bir şeydir. Özümə yaraşdırmadığım bir şeydir. Çox insan bunun fərqində deyil. Və mən klientlərlə sessiyada işləyəndə, bunu göstərəndə çox zaman ilk dəfədən bunu görə bilmir klient. Anlaya bilmir. Əgər mən hisslərimi ignor edirəmsə, mən belə bir dünyada yaşayıram. Harda ki, mən bir növ məni tətikləyə biləcək, mənə hisslərimi oyandıra biləcək hər şeyi dəyərsizləşdirirəm. Məsələn, həyatda əlbəttə ki, hər bir normal bir insan kimi kədərli şeylər baş verir və biz bir növ o kədərli şeyləri dəyərsizləşdirməyə başlayırıq. Deyirik ki, mən nələr yaşamışam, yəni bu nədir ki, məni bundan sonra heç nə yıxa bilməz. Ya da məsələn, kim öz yaşadığımız dərdimizi, hansı ağır itkimizi bir etalon kimi seçirik və ətrafımızda kimdə nə baş verirsə, ən yaxınımızda belə, bu bizim ən yaxın rəfiqəmiz ola bilər, can yoldaşımız ola bilər, həyat yoldaşımız ola bilər, çox yaxından sevdiyimiz kolleqamız ola bilər, fərqi yoxdur. Onun həyatında bəlli bir, məsəl üçün kədərli bir şey baş verə bilər və biz görüb biz empatiya hiss eləmirik, beynimizdə fikirləşir, gəşsən yaşadığın nədir, mənim yaşadığımla müqayisədə, mənim o, məsəl üçün, o dərdimlə, o itkimlə müqayisədə sənki nədir? Sanki mənki etalondur və bütün bu baş verənlər onunla müqayisə belə oluna bilməz. Görürsünüz, empatiya hissi yoxdur. İnsan hisslərindən qopuq olanda, onu emosional olaraq oyada biləcək hər şeyi dəyərsizləşdirdirsə, onlar da önəmli deyil. Həyatında necə adətən özünü məşğul edir? Eləməklə. Baxın, əgər mənim hiss edən tərəfim yoxdursa, mən daima nəsə eləməklə məşğulam. Məsələn, həmişə məşğulam, kim soruşsa, kim nəyəsə, oy məşğuldur, oy çox məşğulam. Hamı da sanki səni bilir ki,
çox məşğul birisi kimi tanıyır. Ya da işim gücüm belə karyeramdayam, daima nəsə edirəm, daima səyahət edirəm. Sanki belə rahatlamağa belə vaxtım belə olmur. Bu isə bax bu action, yəni hərəkət mənim həyatımda sanki o yaşayıram illüziyası yaradır. Məşğulam, yaşayıram. Hisslərim ignordadır. Mənim bundan xəbərim yoxdur çox zaman. Amma belə yaşayıram. Məsələ ondadır ki, bizim o ignor etdiyimiz hisslərimiz heç bir yerə getmir. Hisslər bərabərdir yaşamaq. Əgər biz canlı hiss eləmək istəyiriksə, bizə bu hisslər lazımdır. Və əgər mən hisslərimi ignor edirəmsə, bir dənə hətta vizual olaraq bunu istəyərəm təsəvvür edəsiniz. İstəyirsiniz gözünüzü bağlayın. Təsəvvür edin ki, bir çayın qabağına, hansısa bir axının qabağına böyük bir daş bağlayıb və uzun müddətdə o durur orada. Amma gec-tez suyun təbiətini bilirsiniz, düzdür? Təsəvvür edin ki, belə sızmağa, sızır və oradan çıxmağa, öz yoluna getməyə variantlar axtarır. Bir növ bizim psixikamız da elədir. Bizə elə gəlir ki, əgər mən hisslərimi bağladımsa, onları ignora qoydumsa, mən onlardan bir növ qurtuldum. Amma bu elə deyil. Psixika nə edir? Məsələn, insan başlayır dəhşətli pis yuxular görmək, çox emosional yuxular görmək, harada ki, güclü stres yaşayır, ya da ağlayır, ya da qaçır, qorxur. Ya da ki, məsələn, insan başlayır qəribə fantaziyalar qurmaq, harada ki, sevdiklərini, uşaqlarını ölmüş kimi təsəvvür edir və onların ölümünü ağlayır, az qala bastırır, emosional olur, ağlayır, yaşayır o hadisəni. Ya da, məsələn, adi həyatda bəlkə də ağlayan insan deyil, amma hansısa filmi izləyir, serialı izləyir və höngür ağlayır. Yəni, biz bir növ istəsək də, istəməsək də bizim psixikamız, hisslərimiz sızmağa, çölə çıxmağa və var olmağa yollar axtarıb tapacaq. Və biz anlamayacaq ki, biz bunları niyə edirik? Əslində, özəlilə, məsəl üçün, bəzən bu benimizdəki qurduğumuz fantaziyalar, mən demirəm yeganə səbəb sadəcə budur, amma çox zaman bu olur. O fantaziyalar, harada ki, biz çoxlu emosiyalar yaşayırıq, absurd dərəcəsinə gəlir, çox böyük olur, orada çox güclü emosiyalar olur. Bu ona görə baş verir ki, bir növ psixika, məsələn, biz hisslərimizi ignor ediriksə, əvvəlcə biraz böyüdür, sonra biraz böyüdür, gücləndirir, ta ki o vaxta kimi ki, biz nəhayət fikir verək. Fikir verək ki, mənimlə nə baş verir, mən niyə bu haldayam? Və adətən elə hadisələr olanda, elə durumlarda insanlar terapiyaya gəlir ki, bu nədir? Əslində, bu nədiyə qədər çox uzun bir yol var. Haradakı psixikosiqnalları göndərir yuxular vasitəsilə, bu ağlamalar vasitəsilə, fərqli emosional proseslərlə, amma biz onları o qədər ignor qoyuruq, ta ki, belə absurd səviyyəyə gələnə qədər. Bəzən olur ki, bəzi situasiyalarda, harada ki, insan heç o səviyyədə belə bağlayır, tamamilə bağlayır hissləri. Onda isə artıq psixika hətta yuxu vasitəsilə belə mesaj göndərməyə bizi buraxır. Sanki biz o psixikadan əlaqəni tam kəsirik və onda insan artıq tamamilə demək olar ki, bir ölü kimi hiss edir. Həyatını sadəcə eləməklə məşğuldur. Ondan da zövq almır. Sanki boş yaşayır. Amma o özü ilə, o psixikası ilə o bağ o qədər qopub ki, o qədər kökündən kəsib ki, artıq ora qayıtmaq çox çətin bir şey kimi gəlir. Az qala mümkünsüz bir şey kimi gəlir. Özəliklə seanslarda belə insanlarla işləyəndə nə qədər insanları gətirirsən, məsəl üçün hisslərinə, deyirsən ki, bax, hisslərinə görədir. Hətta bəzən mən hiss edirəm ki, klientlər biraz qıcıq olmağa başlayır ki, sanki hətta başa düşdüyü hisslər, əsas mətləbə keçək. Bəs neyiniyim? Əgər o sual yaranırsa və əgər sən də daim hansı situasiyalara baxırsan, düşünürsən, insanlara özünü və neyi edim sualını deyirsənsə, demək olar ki, sən başa düşmürsən sənin daxili dünyanda hansı proseslər baş verir. Yox, əgər deyirsən ki, başa düşürəm deyib, başa düşürəm, bax, gəlin mən sizə izah edeyim, hətta öz dilimdən deyim ki, nə baş verir. Sən onları hiss etmirsən. İnsanın hissiyatı,
hissləri bastırılmış olanda, o zaten hər şeyi beyninlə, məntiqi ilə çözməyə başlayır və ona görə də məntiqi ilə çox şey anlaya bilər, amma hisslərini ötürə bilmir. Bu siz nəyə oxşayır? Bəzən hansı hadisəni danışırsan, belə məntiqli danışırsan, amma bir qabağındakilər nəsə hiss eləmir sənin dedikləri, və bir ki, kontakt qura bilmirsən insanlarla, çünki orada emosiya yoxdur, hiss yoxdur, səni sən edən, sənin o özünün emosional bəlli bir fonun var. Öz gestikulyasiyan var, sən varsan, səni ifadə edən emosiyalar var. Onlar sönükdür, sən sanki belə soyuq, belə bir növ buzlar kraliçası kimi bir şeysən. Əgər mən çalışıramsa kiminsə diqqətini hisslərə gətirəm, necə ki, bu dəqiqə bəlkə sən dinləyirsən və hisslərindən düşünməyə başlayırsan, mən anlayıram biz niyə hisslərimizi söndürürük. Mən anlayıram niyə bu qədər çətindir hisslər haqqında danışmaq və düşünmək. Hətta bəzən o qədər olub məndə seanslarda deyiblər ki, mən istəmirəm hissləri danışmayaq. Nə olur danışmayaq? Çünki hissləri danışsaq mənim bütün dərdlərim açılacaq. Mən gedeyim, onları həll edeyim, anlamağa çalışım. Mən isə istəmirəm. Onlar məni emosional narahat edir. Və mən çox qəşəng başa düşürəm bunu. Emosiyalar olmaq, hiss edərək yaşamaq çox ağırdır. Ona görə biz çox zaman kapatırıq o hissləri. Və insan bir növ hiss edəndə özünü zəif hiss edir. Əgər hisslər onun güclüyəm, amma zəif olan hisslərim varsa da zəifəm. Çünki biriləri məni incidə bilər. Çünki mən anlayıram ki, mən birilərini itirməkdən dəli kimi qorxuram. Çünki onlar mənim üçün dəyərlidir. Necə yəni? Yəni bir insanın mənim üçün bu qədərmi dəyəri var? Yəni yox, mən dəyərim. Mən ən dəyərli mənəm, sadəcə mənəm. Mən istəmirəm ki, birilərinin dəyəri mənim üçün olsun. Çünki birilərinin biz ideal obrazımızda çox güclü bağlı olanda birilərinin bizim üçün dəyərli olması belə sanki birdə belə təhqiranə kimi bir şey kimi gəlir ki, yəni sən bu qədər zəifsən, yəni bu qədər bağlanmısan bu insana. Yəni o səni bu qədərmi təsir edə bilir öz varlığı ilə. Və biz getmirik o hisslərə və mən anlayıram niyə. Amma onu da bilirəm və görürəm ki, hisslərə getmədən, hisslərlə yavaş-yavaş kontakt qurmadan, hisslər vasitəsilə mən burada bütün danışdıqlarımızı anlamağa çalışmadan, insan heç vaxt o istədiyi dərinliyə gedə bilmir, istədiyi həyat keyfiyyətini yaşaya bilmir, istədiyi bağı qura bilmir, insanlarla səmimi ola bilmir, çünki ilk növbədə özü ilə bu səmimiyyət yoxdur. Çünki səmimiyyət sadəcə hisslər vasitəsilə qurula bilər. Yəni, toparlasam onu demək istəyərəm ki, hisslər yoxdursa, biz özümüzü mən varam kimi hiss eləmirik. Hisslərlə kontakt qurmaq, yenidən kontakt qurmaq, emosional olaraq çox gərgin bir şeydir. Sanki sıfırdan öyrənəcəyimiz bir şeydir, bəlkə. Ona görə uzun zaman tələb olunur buna. Amma, yəni mənim dünyamda buna dəyər. Çünki mən hər iki cəbhədə bir növ olmuşam, özümü hər iki düşərgədə görmüşəm, bilirəm. Və həyatın keyfiyyətinin fərqliliyi o qədər böyükdür ki, ötürə bilməyəcək qədər böyükdür. Bəzən mənə deyirlər, nə olur, yox, nədir o tərəfdə? Elə deyir sizə, o tərəfdə, o hisslərlə, elə belə. Yəni, dönüşsəm nə olacaq ki? İdeal obrazım azalmağa başlasam nə olar ki? Mən özüm kimi yaşayanda nə olacaq ki? Bilirsiniz, bunu, məsələn, o yaşanmadan bilə bilməyəcəyin bir şeydir. Və o zaten o buradan bura keçid birdən-birə olmur ki, bu keçid o qədər yavaş-yavaş baş verir ki, hansı ki bizim egomuza, bizim ideal obrazımıza yaraşdırmadığımız bir şeydir. Ona görə biz asan qısa yolları tapmağa çalışırıq. O deyir, neyim? Mənə instruksiya ver, neyim ki, tez bunu həll edeyim. Hisslər mən lazım deyil, aparma məni ora. Bu boş mənasız şeylərlə məşğul olmayaq bir növ. Nə edim mənə dinən? Hərəkət. Amma insan hisslərinə kontaktda olanda, hissləri ilə bir şey bağlayanda, başa düşəndə, inanın mənə özümdən bunu bilirəm. Nə edim, bəs mən nə edim sualı ortadan qalxır. İnsan özü bilir nə etmək lazımdır. O sən özün haqda nələrisə anlayanda, fərqində oranda və hisslə onu tanıyanda, sənin həmişə və həmişə seçimin olur. Sən artıq özündə onu müşahidə edə bilirsən və sən bilirsən, mən bura getmək istəyirəm, yoxsa bura. Bura getsəm, bura tanışdır, bilirəm. Həyatım boyu zaten orada yaşamışam. Bura getmək mənə qorxulu gəlir, amma burada istəmirəm. Bəlkə yavaş-yavaş
xırda addımlarla bu tərəfə irəliləməyi öyrənə bilərəm. Bu qədər. Ümid edirəm maraqlı oldum. Bəyəndinizsə like'larınızla, şərhlərinizlə videolarımı dəstəkləyin. Mən sizinlə gələn həftə görüşərəm. Sağ olun.